Salam dəyərli izləyicilər. Teba TV-nin xüsusi xəbər buraxılışı. İranda molla hakimiyyətinin süqutu məqsədi ilə başlanan ümumiran etirazları getdikcə daha geniş miqyaslı xarakter alır. Etirazların əsasını iqtisadi səbəblər təşkil etsə də, prosesin siyasi və milli ölçüləri də ön plana çıxır. Bu fonda Güney Azərbaycanın nisbi susqunluğu ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Mövzu ilə bağlı açıqlama verən Teba TV rəhbəri Cavad İsmailbəyli bildirir ki, Güney Azərbaycanın mövcud susqunluğu təsadüfi deyil. Onun sözlərinə görə, bu vəziyyət etirazların istiqamətini dəyişməyə yönəlmiş siyasi manipulyasiyalarla əlaqəlidir. Cavad İsmailbəyli qeyd edir ki, İranda baş verən əvvəlki etiraz dalğaları məhz Rıza Pəhləvinin proseslərə müdaxiləsindən sonra zəifləyib və nəticədə hərəkatlar məğlubiyyətə uğrayıb. O vurğulayır ki, bu amil molla hakimiyyəti tərəfindən də diqqətlə izlənilib. Teba TV rəhbərinin sözlərinə görə, etirazlardan həftələr əvvəl Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir şüarının Səhənd stadionunda səsləndirilməsi də ictimai rəyə təsir məqsədi daşıyıb. Bu addımın etirazların daxili dinamikasını müdaxilə cəhdi olduğu bildirilir. Cavad İsmailbəyli açıq şəkildə bəyan edir ki, Pəhləvi Azərbaycan xalqının gələcəyini təmsil edə bilməz. Onun sözlərinə görə, nə Pəhləvi sülaləsi, nə də mövcud molla rejimi Güney Azərbaycanın milli iradəsini və istiqlal istəyini əngəlləyə bilməyəcək. Açıqlamada Pezeşkiyan layihəsinə də xüsusi yer verilib. Cavad İsmailbəyli bildirib ki, Pezeşkiyan hələ prezidentliyə namizəd olmamışdan əvvəl bəzi özünü milli hərəkat üzvü kimi təqdim edən şəxslər tərəfindən Azərbaycanın ağıllı oğlu kimi təbliğ edilib. Daha sonra isə xaricdə özlərini milli hərəkatın içinə sızdırmış kommunist çevrələr Pezeşkiyanı hərəkatın lideri kimi təqdim etməyə başlayıblar. Onun sözlərinə görə, bu təbliğatın mənbəyi xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi daxilinə sızmış kürdpərəst qüvvələr və Qərbi Azərbaycanda, xüsusilə Urmiya şəhərində Kürd dövləti qurmaq istəyən qaranlıq mərkəzlərdir. Cavad İsmailbəyli qeyd edir ki, bu siyasət bu gün də davam edir və Pezeşkiyan həmin layihənin əsas elementlərindən biridir. Teba TV rəhbəri bildirir ki, Qərbi Azərbaycanın işğalı üçün bütün hazırlıqlar görülüb. Onun fikrincə, nə Türkiyə, nə də Azərbaycan dövlət olaraq bu proseslərə müdaxilə etməyəcək. Çünki bu plan ABŞ və İsrailin maraqları çərçivəsində formalaşıb. Cavad İsmailbəyli vurğulayıb ki, Güney Azərbaycan gecikmədən böyük bir xalq hərəkatına başlamalıdır. Onun sözlərinə görə, əks halda İranın parçalanmasından sonra bölgədə xarici hərbi bazalar yaradılacaq və proseslər Güney Azərbaycanın zərərinə inkişaf edəcək. Sonda Teba TV rəhbəri qeyd edib ki, Güney Azərbaycan xalqı öz milli istiqlal şüarları ilə meydanlara çıxmalı, taleyini özü həll etməli və Azərbaycan torpaqlarına sahib çıxmalıdır. Düşmən ssenarilərinin qarşısının alınması üçün Azərbaycan əyalətlərində xalqın özünü təşkil şuurunun gücləndirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və kritik məqamlara hazır olmaq zəruridir. Zamanında düzgün mövqe sərgilənməzsə, sonradan milli iradəni qorumaq çətinləşə bilər. Bu fikirləri dərin narahatlıq və ürək ağrısı ilə diqqətinizə çatdırıram. Sizinlə Teba TV xəbər studiyasında Aylar Təbrizli idi. Sağ olun, salamat qalın.